Hər kəsə salam. 2025-i xilas edirəm gün 22-yə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə. Bu gün arxa planda mən öz hobimlə məşğul olacağam. Amma məni çox uzun zamandır düşündürən bir mövzu var ki, bunu sizlə müzakirə etmək istəyirəm. Ümumiyyətlə kinolarda, filmlərdə, yəni çox qarşımıza çıxır keçmişə getmək. Əgər bir şansın olsaydı, keçmişə qayıdardınmı? Ümumiyyətlə həmişə düşünmüşəm ki, insan niyə keçmişə qayıtmaq istəyir? Mən niyə keçmişdə yaşayıram? Yəni o dövrdə elədiyim bir əməlin peşmanlığını mı çəkirəm? Itirdiyim fürsətəmi əfsuslanıram? Yoxsa etdiyim səhvimi düzəltmək istəyirəm? Bunlar hər biri beynimdə bir bal kimi fırlanır və məni düşünməyə vadar eləyir. Ümumiyyətlə niyə düşünürük ki, o qərar yanlışdır? Ola bilər ki, keçmişdə elədiyimiz bir səhv bu gün üçün səhv nəticələnsin, amma nə bilirik ki, digər qərar da bunun qədər daha səhv deyildi. Niyə düşünürük ki, o biri qərarı seçsəydik, o addımı atsaydıq ya da atmasaydıq, o işi görsəydik ya da görməsəydik, nəticə daha yaxşı olacaqdı. Yəni nəticə daha pis də ola bilərdi, elə deyilmi? Sırf başqası o addımı atıb uğurlu olub deyə bu demək deyil ki, biz də eynisini eləyəcəyik və biz də uğurlu olacağıq. Yəni bu əminliyi bizə kim verir ki, biz daim keçmişə getmək istəyirik ya da keçmişdə yaşayırıq, keçmişi unuda bilmirik və ata bilmirik çiynimizdən. O qaçırılan fürsət bu gün də ola bilməzmi? Məsələn, biz yaşayırıq da, niyə səhv eləməkdən bu qədər qorxuruq? Niyə keçmişdə yaşayırıq ki? Keçmişdə elədiyimiz səhvi bu gün dəyişdirə bilmərikmi? Yəni biz insan deyilikmi? Bu əlimizdədir. Yəni biz yaşadıqca, nəfəs aldıqca bu bacarıq hələ də bizlə davam eləmirmi? Onda niyə keçmişi unuda bilmirik? Bu suallar həmişə beynimdə fırlanır və sizə də sual vermək istəyirəm ki, sizin də keçmişə gedib dəyişdirmək istədiyiniz gün varmı? Əgər özüm cavab verəsə olsam, əvvəllər var idi, amma artıq yoxdur. Səbəbini də izah edəcəm. Ona görə ki, əgər həmin zamanda o addımı atmasaydım, bugünkü mən olmazdım. Hər iki mənada olmazdım. Ola bilər ki, bugünkü məndən daha yaxşısı olardım. Amma həm də ola bilər ki, bugünkü məndən daha pisi olardı. Çünki keçmişi dəyişdirə bilmirəmsə, ondan çıxardığım nəticəni dəyişməliyəm. Mənə elə gəlir ki, keçmişdə qalma səbəbimiz bir şeyləri bağışlamamaqdır. Bir kəsləri, ya özümüzü, ya ailəmizi, ya ətrafımızı, dostlarımızı, sevdiklərimizi və s. Amma bağışlamaq bir o qədər də çətin bir davranış deyil. Yəni nəticədə olanları unutmursan, sadəcə bağışlayırsan və ruhun daha yaxşı dincəlir, ruhun sakitlik tapır və gələcəyə diqqətini verə bilirsən. Mən tamamilə əminəm ki, biz o yanlış davranışlara layiq deyildik, onu edənlər səhv eləyirlər və bunun fərqindəyəm. Amma bağışlamaqla özünü rahatlada bilirsən. O anları unutmasan belə, onun verdiyi nəticələri unuda bilirsən. Ondan daha yaxşı dərslər götürə bilirsən. Çünki zaman geri getmir. Amma geridə qalan dərsləri qəbul etmək bizi irəli aparır. Və o davranışları başqa adla düşünə bilərsiniz. Məsələn, keçmişdə səhv bir qərar almısınız. Bu gün o qərarı səhv olaraq yox. Məsələn, daha cavan idim, gənc idim, təcrübəsiz idim. O dövr mənim pis vaxtlarım idi, məsələn, yaxşı hiss eləmirdim deyə düşünə bilərsiniz. Ya da ailəni bağışlaya bilmirsənsə, onların da ilk həyatıdır. Yəni onlar da səhv eləyə bilər. Öz səhvimi bağışlaya bilirəmsə, onun səhvini niyə bağışlaya bilmirəm? Ya da hər hansısa bir dostdan əgər xəyanət görmüsünüzsə, hər kəs insan deyilmi? Hər birimiz çiy südənmişik. Yəni xəyanət də insanın təbiətində yoxdurmu? O yolu seçən insanlardandır. Demək bizim buradan çıxartdığımız bir dərs var ki, mən o yolu seçənlərdən deyiləm və mən xəyanət eləməyi seçmirəm. Və bunu düşünərək bağışlamaq əslində onların elədikləri səhvləri bağışlamaq deyil mənə görə. Sadəcə ruhumuzun azad olmasına icazə verməkdir. Və bir şey dəyişdirmək yox, onu qəbul eləmək insanı azad edir deyə düşünürəm. Dürüst olmaq lazımdırsa əgər, keçmiş dəyişsə də nəticələr bir o qədər də dəyişməyəcək. Yəni oxuduğum kitablarda da, izlədiyim filmlərdə də eyni qənaətə gəlirəm ki, yenə insan mükəmməl varlıq deyil, mükəmməlliyə qaçan bir varlıqdır. O səhvi düzəldə bilərsiniz keçmişə gedib, amma mütləq ki, yeni birini eləyəcəksiniz və kaş onu da eləməzdim deyə düşünəcəksiniz. Çünki hər birimiz insanıq və hər birimiz səhv eləyə öyrəndik. O zaman belə bir sual vermək istəyirəm ki, keçmişə qayıda bilmirsənsə, niyə indini dəyişmirsən? Və məni də keçmişdə qalmaqdan xilas edən sual özümə bu sualı günlərlə verməyim idi. Çünki nəticədə o heç cürə dəyişməyəcək, amma mən dəyişə bilərəm. Bunlar mənim şəxsi düşüncələrim idi. Ümid edirəm ki, heç kimin qəlbini qıracaq bir kəlmə istifadə eləməmişəm.
Bugünlük sizinlə bölüşmək istədiklərim bu qədər idi. Sabah görüşənədək sağ olun.